Salamlayıram hər kəsi. Trigonometri təhlillərə aid belə bir maraqlı suala baxaq. Biz bunun hər tərəfin kosinus x-ə bölək. Kök altında 3 sinus x bölünsün kosinus x üstəgəl. Kosinus x bölünsün kosinus x bərabərdir 0 kosinus x-ə bölsək 0. Deməli bu hissə, baxın sinus x böl kosinus x nədir? Tangens alfa, tangens x yəni. Kök altında 3 tangens x üstəgəl 1 bərabərdir 0. Kök altında 3 tangens x bərabərdir mənfi 1. Tangens x bərabərdir mənfi 1 bölünsün kök altında 3. Tangens x mənfi 1 böl kök altında 3, daha doğrusu 1 böl kök altında 3'ü 30 dərəcədə alır. Yəni pi böl 6'da. Ona görə x bərabərdir mənfi pi böl 6 plus pi k olacaq. K da burada daxildir. Tam ədədlər çoxluğu, yəni z. Cavab x bərabərdir mənfi pi böl 6 üstəgəl pi k olacaq.